Görəsən neyniyim, hara zəng vurum, kim axtarım? Bu meşəlikdə, bu dağlıqda həkim tapacam, travmatolog tapacam mən. Subhanallah. Görün nə yadıma düşdü əziz izləyicilər. Bir gün bir kəs ağacdan inərkən yıxılır və ayağı zədələnir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ona hicama etməyi əmr edir. Həmçinin əziz izləyicilər, birdən sizin başınıza bir iş gəldi. Yıxıldınız, ayağınız burxuldu, hər hansı bir ağrı hiss etdi. Bu təqdirdə unutmayın ki, sizin qəlbinizdə daimən sizə yardımcı olan dəva vardır. Sanki bir tip çantanız, apteçkanız vardır. O da nədir? O da ruqyadır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlərə bir yerin hər hansı bir nahiyə ağrıdıqda ediləcəyimiz duanı öyrətmişdir. Əlinizi qoyursunuz ağrıyan hissəyə, sağ əlinizi qoyursunuz ağrıyan nahiyəyə və deyirsiniz 3 dəfə Bismillah, Bismillah, Bismillah. Sonra 7 dəfə bu duanı oxuyursunuz. Əuzu bi'izzətillahi və qudratihi min şərri mə əcidu və uhazir. Əuzu bi'izzətillahi və qudratihi min şərri mə əcidu və uhazir. Əuzu bi'izzətillahi və qudratihi min şərri mə əcidu və uhazir. 7 dəfə bu duanı oxuyursunuz. Bismillah kəlməsinin mənasını hamımız bilirik. Allahın adı ilə. Bəs yaxşı, 7 dəfə oxuduğumuz həmin o zikrin mənası nədir? O zikrin mənası odur ki, Əuzu bi'izzətillahi və qudratihi. Mən sığınıram Allahın izzətinə və qudrətinə. Nədən? Bayaqki videomuzda danışdıq ki, biz yaratdığı məxluqatın şərindən. Burada isə nə dedik? Min şərri mə əcidu və uhazir. Qorxduğum və həzər etdiyim şeydən Allahın izzətinə və qudrətinə sığınıram. Yəni, ağrıdan, bunun fəsadından, ola bilər hər hansı bir zədə almaqdan, həmin o qorxduğum və həzər etdiyim şeydən, bunun gələcəkdə olan fəsadından belə Allahın izzətinə və qudrətinə sığınıram. Həmçinin əziz izləyicilər, bir yeriniz ağrıdıqda Əl-Fatihə surəsi, möhtəşəm surə, ecazkar mənası olan və əcaib bir təsiri olan surədir. Fatihə surəsini hər bir müsəlman əzbər bilir. Namazımızda gündə 17 dəfə, 5 vaxt namaz qılarkən 17 dəfə təkrarladığımız kitabı açan surə, Həmd surəsi, Əl-Fatihə surəsi. Hamımız onu bilirik. Əlimizi qoyuruq ağrıyan nahiyəyə və Fatihə surəsini oxuyuruq. Həmçinin 3 qoruyucu surə, hansılar ki, Quranın son 3 surəsidir. İxlas, Fələq və Nəs surələri. Yenə əlimizi qoyuruq ağrıyan yerə və həmin bu surələri oxuyuruq və beləcə tibbi yardım bizə yetişənə qədər Allahın 7 səma qatından yardımı bizə yetişir. Elhamdülillahi Rabbil ələmin.